2025 Oğlaq bürcü sevgi, karyera və ümumi məqamlar. Əziz Oğlaq, 2025-də həyatınıza daha aktiv bir sosial həyat gətirir. Bu il özünüzü sübut etmək və ya uğur qazanmaq üçün əvvəlki illərlə müqayisədə daha az təzyiq hiss edirsiniz və ən yaxşı bacardığınız işdən daha çox zövq alırsınız. İyuna qədər həyatınızı əlavə məsuliyyətlərlə həddən artıq yükləməməyə diqqət yetirin. Əks halda, gündəlik həyatınızın və rutinlərinizin həqiqətən dadını çıxarmaq üçün güclü bir dövrdür. İş sahəsində sizin üçün uyğun imkanlar olacaq. Ailə münasibətləri bəzən çətinləşə bilər, lakin 2025-də başqalarına nə qədər ehtiyacınız olduğunu xatırladacaq. 9 iyundan etibarən Yupiter qarşı bürcünüz olan xərçəngdə olacaq ki, bu da həyatınıza mehriban, pozitiv insanları və bəzi oğlaqlar üçün münasibətlərində xoşbəxtliyi artıran bir tərəfdaşı gətirə bilər. Mövcud münasibətlər sizə sevinç bəxş edə bilər. Ümumi sağlamlıq yaxşılaşa bilər və sağlam həyat tərzi ilə bağlı rutinlər bu il sizə sevinç bəxş edəcək. Ünsiyyət sahəsində daha az təzyiq hiss edəcəksiniz və öyrənmə, şəxsi maraqlar və yeni əlaqələr qurmaq sizə müsbət təsir edəcək. Saturn bu il Günəşin 4-cü evinizdən keçərkən ev və ailə məsələlərində bəzən sıxılmış hiss edə bilərsiniz. Məsuliyyətlərinizlə bağlı bir ağırlıq hissi yaşaya və ya şəxsi məkanınızda sözün əsl mənasında sıxılmış kimi hiss edə bilərsiniz. Lakin bu, ev həyatınıza daha çox qayda və struktur gətirmək üçün bir fürsət yaradır. Saturn sizdən ev həyatınızı daha çox təşkil etməyi tələb edərkən, Neptun isə bu prosesə daha çox yaradıcılıq qatmağı təşviq edir. Uran da dəyişikliklərə işarə edir və sizi gündəlik iş və rutinlərə daha orijinal yanaşmağa sövq edir. İşinizdə və ya gündəlik tapşırıqlarınızda qeyri-adi yanaşmalar ola bilər. Xoşbəxtlikdən həm iş, həm də ev həyatınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq uyğun şərait yarada bilirsiniz. Mövcud resurslardan səmərəli istifadə etmək və onları fərqli yollarla yenidən dəyərləndirmək bacarığınız artacaq. Satış və marketinq sahəsində unikal məhsullar tapa bilərsiniz. Bu il gəlir mənbələrinizdə və maliyyə idarəçiliyinizdə dəyişikliklər gözlənilir. Münasibətlər ili bir qədər dalğalı şəkildə başlaya bilər, lakin 2025 irəlilədikcə, xüsusilə daha yaxşı ünsiyyət qurmaqla, vəziyyət dəfələrlə yaxşılaşacaq. 2025-də Oğlaq bürcü üçün əhəmiyyətli hadisələr, xarici planet keçidləri. Aprel ayında Saturn Uranus ilə sekstil aspekt yaradır. Bu, orijinal fikirlərin formalaşdığı və ya uğurla inkişaf etdirildiyi bir dövrdür. Sabitlik və inkişafı həyəcanla birləşdirmək üçün yaxşı fürsətlər var. Eyni şey yenilik və ənənə üçün də keçərlidir. Xarakterimizi formalaşdırır və həyat dərslərini daha asan öyrənirik. Möhkəm və mənalı irəliləyiş üçün əlverişli bir zamandır. Oğlaq bürcü üçün bu dövr uzunmüddətli planlar qurmaq üçün iti düşüncə və dəqiq mühakimə gətirir. Romantik və ya yaradıcı fəaliyyətlər həm həyəcan verici, həm də praktik ola bilər. Hazırda öyrənmə, iş və ünsiyyət layihələri vaxtınızın böyük hissəsini alır, lakin siz eyni zamanda əyləncəyə və spontanlığa daha çox diqqət ayırmağa başlayırsınız. Özünüzə vaxt ayırmaq, nəfəs almaq sizə çox yaxşı təsir edəcək və həyatınızı tarazlaşdırmağa kömək edəcək. Layihələriniz və işləriniz üzərində nəzarəti bir qədər yumşaltmaq sizə daha geniş perspektiv qazandıracaq və nəticədə fəaliyyətlərinizdə daha çox məna tapmaq ehtimalınız var. Yaradıcı ideyalarınızı istiqamətləndirmək və onları real nəticələrə çevirmək üçün yollar tapmaq zamanıdır. May ayında Yupiter Xiron ilə sekstil aspekt yaradır və bu, həyatımıza şəfa enerjisi gətirir. Təhsilimizdə irəliləyiş əldə etmək, fəaliyyətlərimizi genişləndirmək və mənəvi təcrübələr vasitəsilə üfüqlərimizi açmaq şəxsi inkişafımıza mühüm töhfə verir. Bu, incə lakin motivasiya edici bir dövrdür və bizi irəliləyişimizi əngəlləyən məhdudlaşdırıcı və neqativ düşüncə tərzindən azad olmaq üçün fürsətlərlə təmin edir. Xüsusilə başqalarından öyrənməyə açıq oluruq və öz baxış bucağımızı başqalarına daha yaxşı anlatmaq bacarığımız artır. Fərqli düşüncə tərzlərinə və fəlsəfələrə daha açıq oluruq. Keçmiş təcrübələrdən və səhvlərimizdən öyrəndiklərimizi dərk edir və paylaşırıq. Oğlaq bürcü üçün bu dövr iş və ev həyatınızı harmonik və inkişaf yönümlü şəkildə birləşdirmək üçün əla fürsətdir. Keçmişiniz və ya uşaqlıq dövrünüzlə bağlı məsələləri həll etmək sizə mükafat gətirə bilər. Bu prosesi həyata keçirərkən həm daha sağlam hiss edirsiniz, həm də ümumi rifahınızı yaxşılaşdırmaq üçün daha qətiyyətli olursunuz. İyun ayında Yupiter Saturn ilə kvadrat aspekt yaradır və həyatımızı, planlarımızı qanunlara, qaydalara və reallığın tələblərinə uyğun şəkildə yenidən təşkil etməyimiz tələb olunur. Bu dövrdə tamamilə yeni bir plan hazırlamaq əvəzinə, köhnə planları yenidən canlandırmaq daha yaxşıdır. Həyatın bir sahəsində inkişaf etmək üçün, başqa bir sahədə məhdudiyyətlər tətbiq etməli ola bilərsiniz. Bu dövrdə özünüzü həddindən artıq yükləməmək və tez həll yolları və ya qısa yollar sınamaqdan çəkinmək vacibdir. Gözləntilərinizi tənzimləmək lazım olduğu aydın olur.
Oğlaq bürcü üçün bu kvadrat aspekt iş və sağlamlıq fəaliyyətlərini davam etdirmək istəyinizlə şəxsi maraqlarınız və öhdəlikləriniz arasında münaqişə yarada bilər. Bu dövrdə hər şeyi idarə etmək çətin ola bilər. Prioritetlərinizi düzgün müəyyənləşdirməyə çalışın. Avqust ayında Saturn Uranus ilə yenidən sekstil aspekt yaradır və Neptun da bu konfiqurasiyaya qoşulur. Bu, qeyri-adi ideyalar və baxışlar üçün bir dövrdür. Lakin eyni zamanda onları daha çox strukturlaşdırmaq mümkündür. Bu, maariflənmə axtardığımız və onu tapdığımız bir zamandır. Yaşamaq, inanmaq və özümüzü ifadə etməyin alternativ yollarını açığıq. Daxili səsimizi dinləmək və intuisiya ilə hərəkət etmək azadlığı bizim üçün həyati əhəmiyyət daşıyır. Oğlaq bürcü üçün gündəlik həyatda fərqli yanaşmalara açıq olmaq, həyatınızı hər aspektdə yaxşılaşdıra bilər. Siz gündəlik işlərə və ev həyatına daha yenilikçi, mənəvi və praktik bir yanaşma sərgiləyirsiniz. Bu isə uğurlu bir kombinasiyadır. Ev şəraitinizdə və ya iş mühitinizdə dəyişikliklər etmək üçün yaxşı zamandır. Bu dəyişikliklər sağlamlıq və işinizə müsbət təsir göstərə bilər. Ev həyatınızı daha nizamlı və intizamlı etmək, iş və sağlamlıq sahəsində irəliləyişlər əldə etməyinizə kömək edəcək və yeniliklərə yer açacaq. Digər təsirlər: Oğlaq bürcünün Günəş xəritəsinin 8-ci evində təsvir olunan Mars geriləmə simvolu. Mars 6 dekabr 2024-dən 23 fevral 2025-ə qədər Şir və Xərçəng bürclərində geriləyir. Geriləmə öncəsi kölgə dövrü 4 oktyabrda başlayır. Keçmiş münasibətlərə və ya vəziyyətlərə ilişib qalmış kimi hiss edə bilərik. İrəliləməkdə çətinlik çəkə bilərik. 2024-də ilin geriləmə dövrü 6 yanvar 2025-ə qədər sizin üçün xüsusilə yaxınlıq, maliyyə və paylaşım məsələlərində yavaşlamalar, düzəlişlər və yenidən dəyərləndirmələri ön plana çıxaracaq. Lakin 2025-də ilin bu mərhələsində Marsın geriləməsi sizin münasibətlərinizdə, xüsusilə də ortaq əlaqələrinizdə yavaşlamalar və çətinlikləri daha da vurğulayır. Yaxın bir əlaqə, hüquqi müqavilə və ya danışıqlar ilə bağlı önəmli problemlər və gecikmələr meydana çıxa bilər. Başqaları ilə necə davrandığınızı yenidən dəyərləndirmək və ünsiyyət qurmağın yeni və daha effektiv yollarını tapmaq şansı əldə edirsiniz. Tələsməmək ən faydalı yanaşmadır. Həyatınızdakı bəzi solğun sahələr bu dövrdə ön plana çıxır. Xoşbəxtlikdən, bu vaxtı indiki ehtiyac və arzularınızla əlaqəni bərpa etmək üçün istifadə edə bilərsiniz. Unutmayın ki, Mars sizin Günəş xəritənizdə ev və ailə sektorunun idarəçisi olduğuna görə, bütün Mars geriləmələri, o cümlədən bu dövrdə, bu sahələri təsir altına alır. Ön planda Venera və geriləmə simvolları təsadüfi kiçik astroloji simvollarla fon üzərində, Venera 1 martdan 12 aprelə qədər Qoç və Balıq bürclərində geriləmədə olacaq və bu, şəxsi münasibətlərimizi yenidən düşünmək və ya dəyərləndirmək ehtiyacını gündəmə gətirəcək. Keçmiş sevgililər yenidən ortaya çıxa bilər və bəzi münasibətlər başa çata bilər. Ehtiras, diqqət və hisslərə bağlı məsələlər əsas mövzular ola bilər. Keçmiş sevgilərimizə yenidən nəzər sala bilərik, bəzən yalnız zihnimizdə, bəzən isə fiziki olaraq. Böyük sevgi qərarları üçün uyğun zaman deyil, çünki sonradan seçimlərimizdən peşman ola bilərik. Bu dövrü bir proses kimi düşünün, ürəyinizin geridə qalan hissələrinizlə uyğunlaşması üçün zamana ehtiyacı var və eyni şey başqaları üçün də keçərlidir. Keçmişdən gələn münasibət problemləri ilə üzləşməyə məcbur ola bilərik. Kayder kimi görünən hadisələr baş verə bilər. Bu dövrdə bir sevgiliyə yaxınlaşmaq çətin ola bilər. Qeyri-adi, təcrübəvi və dərin olmayan münasibətlər müvəqqəti olaraq üstünlük təşkil edə bilər. Yeni münasibət qurmaq və ya böyük maliyyə xərcləri etmək üçün uyğun dövr deyil. Çünki sevgi və pul haqqında baxışlarımız tam aydın deyil. Oğlaq bürcü üçün bu dövrdə evdə və ya ailədə bəzi narahat edici şəraitlə qarşılaşa bilərsiniz və ya 1 ila 27 mart arasında köhnə şəxsi və ya ailə daxili problemləri yenidən nəzərdən keçirməli ola bilərsiniz. Əsas məsələ zəif anlarınızda özünüzə daha çox güvənməyi öyrənməkdir. Ancaq bu, eyni zamanda problemləri daha yaxşı anlamaq və dəyərlərinizi, ehtiyaclarınızı yenidən dəyərləndirmək üçün də uyğun zamandır. Geriləmə dövrünün qalan hissəsində 27 mart 12 aprel arasında ünsiyyət və gündəlik həyat mövzuları diqqət mərkəzində olacaq. Keçmiş əlaqələr və mövzular haqqında düşünə, analiz edə və ya danışa bilərsiniz. Bəzən keçmişə ilişib qaldığınızı hiss edə bilərsiniz, amma bu prosesin məqsədi mövcud duyğularınızı işləyib nəticəyə varmaqdır. Bu geriləmə zamanı nə istədiyiniz, kimi sevdiyiniz və nəyə dəyər verdiyiniz haqqında çox şey öyrənə bilərsiniz, lakin böyük, önəmli qərarları daha sonraya saxlamaq daha məqsədə uyğundur. Belə videoların davamı üçün kanala abunə olmağı unutmayın ki, digər bürclər haqqında vaxtında məlumat ala biləsiniz.